Salam, hər vaxtınız xeyir. Mən sizin Azərbaycan dili və ədəbiyyat müəlliminiz Əkbər Novruzov. Bu gün sizə ədəbiyyat 6-cı sinif dərsliyinə yeni əlavə olunmuş Su Həsrəti əfsanəsinin məzmunu ilə tanış edəcəm. Burada olan əsas məqamları sizin diqqətinizə çatdıracağam. Əvvəlcə əsərin məzmunun oxusunu təşkil edirik, daha sonra əlavə məlumatları təqdim edəcəyik. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar. Başlar sinəyə enmiş, addımlar ağırlaşmışdı. Qaçqınların arasında çoxlu gənc var. Onlardan ikisi, qardaş və bacı, karvanın lap sonunda yanaşı addımlayır. Arabir başlarını qaldırıb, ümid dolu nəzərlərini irəli zilləyirlər. Oğlan taqətdən düşmüş bacısı ceyranı geri qalmağa qoymur. Onu özü ilə aparır. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb, gedə bilmir. Ayaq üstə tab gətirə bilməyib, yıxılır. Əsən xəzri, narın qumu qızın qara, gur saçlarına doldurur. Göz yaşlarında islanmış qum ağırlaşır. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır. Əyilib bacısını qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür. Daha hərəkət edə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc xuşsuz bacısını ehtiyatla yerə qoyur. Diz çökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Damalar yerə düşür. Birdən-birə yer aralanır. Bulaq suyu fəvvara vurur. Ceyranın həyatı xilas olur. Lakin acı tale qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb, onu bulaq başında haqlayır. Düşmən atları bulaqdan axan gur, şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat deməkdir. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Məğrur ceyran düşmən atlarının yaxınlaşdığını görüb, gözlərini suya qaldırır. Göyə qaldırır. Yanıqlı səslə deyir: Uca Tanrı, məni daş elə, qaya elə. Düşmənlər və karvan addımları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı ceyran bir göz qırpımında daş heykelə çevrilir. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar həyəcan içində su qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq sorub qurtarmışdı. Deməli, əsərin məzmunun oxusunu təşkil elədik. Əvvəlcə əsərin janr xüsusiyyətləri haqqında məlumat verək. Deməli, bu əsər şifahi xalq ədəbiyyatına aiddir. Əfsanə janrındadır. Gördüyünüz kimi nəsrlədir. Qısadır. Müəyyən bir hadisədən danışılır. Deməli, biz əsərin əvvəlində görürük ki, işğalçılar tərəfindən karvan təqib olunur və o gecə-gündüz yol gedir. Və onların da su ehtiyatı artıq tükənib. Və biz buradan müşahidə edirik ki, qaçqınların arasında çoxlu gənc var. Onlardan da ikisi qardaş və bacıdır. Biz bu əfsanədə qardaşın adını müşahidə eləmirik, qeyd olunmayıb. Amma bacının adı Ceyrandır. Və qardaş yaşca bacıdan böyükdür. Deməli, onlar yol getdikcə, günlər keçdikcə hərəkət etmək çətinləşir. Yəni, həm xəzri narın qum, qızın qara gur saçlarına dolur və həm də onlar susuzluqdan əziyyət çəkirlər. Bu kimi problemlər karvanın hərəkətini ləngidir. Əvvəl oğlan bacısına nisbətən taqətli olur, amma 3 gün keçəndən sonra oğlan da taqətdən düşür və o da hərəkət edə bilmir. Və biz burada əfsanə janrına xas olan xüsusiyyət görürük. Məsələn, o ilahidən, yəni Allahdan kömək istəyir və bunun nəticəsində onun
səsi eşidilir Allah tərəfindən və onlar onun gözündən 2 damla yaş yerə düşür. Onun yerə düşdüyü yerdən də bulaq suyu fəvvərə vurur. Bilir ki, bu real bir şey deyil, əfsanəvi bir hadisədir və biz bu əsərdə, bu əfsanədə bunu müşahidə edirik. Və onlar su problemi müəyyən qədər də olsa aradan qaldırırlar. Bu yerdən qaynayıb çıxan suyu deyək ki, karvanda olanlar içirlər və su onlar üçün də həqiqətən də həyat idi. Amma düşmən onları izləyirdi və az sonra bunlar arasında döyüş baş verir. Amma qardaşın bacısı Ceyran düşmənlərin yaxınlaşdığını görür və onlara öz də əsir düşmək istəmirdi. Ona görə biz Ceyranın da dilindən, bax əvvəl qardaşın dilindən, sonra isə Ceyranın dilindən Tanrıya müraciət görürük. Burada deyir ki, məni daş elə, qaya elə və belə də olur. Və düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalır. Niyə? Çünki o Ceyran daşa, qaya dönür və ağ paltarlı Ceyran bir göz qırpımında daş heykelə çevrilir. Və həqiqətən heyrətdən, qorxudan da təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar da çünki susuz idi və su onlar üçün də həyat deməkdir. Amma onlar sudan içə bilmirlər. Çünki su quruyur, səhra o suyu çəkir özünə. Əsər qısadır. Burada olan məlumatlar, bunları bilsək, məzmunun və təhlilindəki qeyd edildiyimiz məqamları bilsək, bizim üçün kifayətdir. İnşallah biz çalışacağıq ki, növbəti əsərlərin də izahını sizə təqdim edək və yeni izahlardan xəbərdar olasınız. Və sizdən də xahiş edirik ki, videonu izləyin, paylaşın ki, bundan digər yoldaşlar da faydalansınlar. Diqqətinizə görə təşəkkür edirəm.